Salam uşaqlar. Bugünkü dərsimiz Xürrəmlər Hərəkatı Babəkdir. Dərsimizə başlayaq. Əsas birinci başlayırıq əhalinin xilafətindən narazılıq səbəblərinə. Dedik 80-ci əsr ortalarından Əməvilər sülaləsinin siyasətinə qarşı xilafətin mərkəzində və tabe olduğu ölkələrdə, o cümlədən Azərbaycanda mübarizə başladı. Azərbaycanda ərəb işğallarına qarşı çıxışların səbəbləri bunlar idi. Ərəblərin Azərbaycana köçürülməsi bu bir. Xilafətin ağır vergi siyasəti bu 2. Məmurların özbaşınalığı bu 3 və yerli feodalların mülk və imtiyazların məhdudlaşdırılması bu da 4-cü səbəbidir. İndi müsafirin başçılığı üsyana baxırıq. 748-752-ci illəri əhatə edir. 8-ci əsrin ortalarında Beyləqanda müsafirin başçılığı üsyan baş verdi. Ərəb ağalığına son qoymaq üçün xalq hərəkatı və böyük üsyanlardan indi Əməvlərə qarşı başlamış, daha sonra onları əvəz etmiş Aparat sülaləsinin dövründə də davam etmişdir. Müsafir və bir sıra yerli feodallar xilafətin mərkəzi hakimiyyətində oradakı dini siyasi mübarizədən istifadə edib ərəb ağalığından xilas olmağa çalışırlar və üsyan sonunda yatırılır. Daha sonra ən böyük olan Xürrəmlər üsyanına başlayırıq. Xürrəmlər üsyanının əsas nə idi? Ərəblərə qarşı azadlıq mübarizəsinin ən parlaq mərhələlərdən biri sayılırdı. Ərəblər Xürrəmləri Əl-Mücənnin, yəni qırmızı geyimlənlər adı ilə çağırırdılar. 778 və 808-ci ildə Xürrəmlərin xilafətə qarşı ilk çıxışları baş verdi. Bu hərəkatın başçıları Cavidən və ilk olaraq Əbu İmran idi. Lakin hərəkatın başçıları arasında ixtilafların olması bu çıxışların uğursuz nəticələnməsinə gətirib çıxartdı. Və 816-cı ildə Xürrəmlərin başına əsl adı Həsən olan Babək başçılıq etməyə başladı. Bununla da xalq hərəkatının yeni mərhələsi başladı. Bu mərhələdə üsyan Bəz qalası ətrafında ərazilərə yeyiləndi üsyançılar. Bir sıra yerli feodallar Babəkə qoşuldu. Babək Muaviyə, Abdullah Tarxan və adını Xürrəmlərə başçı təyin etdi. Xürrəmi ideologiyasını yeni siyasi rəng və şərti mübarizə xətti təşkil etdi. Xüsusiyyətlərə baxaq, təxminən 60 il davam etdi. Yəni 778-dən 837-yə qədər Xürrəm hərəkatını Azərbaycan ərəb işğalından azad etməyə və insanlar arasında sosial bərabərliyə nail olmağa çalışdılar. Hərəkatın mərkəzi Azərbaycan, əsas sığınacağı isə Bəz qalası idi. Məzdəki hərəkatın ideya davamçıları idilər. Məzdəkilər kimi feodal zülmünə qarşı çıxır, bütün nemətləri insanlar arasında bərabər bölüşdürməyi, yəni sosial bərabərlik və ədalət cəmiyyətinin qurulmasını tələb edirlər. Lakin məzdəkilərdən fərqli olaraq Xürrəmlər Azərbaycanın yerli işğalını azad etməyə çalışırdı. Üsyanın iştirakçılarına baxaq. Burada kimlərdir üsyan iştirakçıları? Üsyanın əsas iştirakçıları kəndlər olsa da, şəhər yoxsulları, sənətkarlar, yerli feodallar bir qismi də bu hərəkata qoşulmuşlar. İslam dininə qarşı deyildilər. Abbasilər sonrasında Azərbaycan yetdiyi ağır vergi siyasətinə və məmur özbaşınalığına qarşı yönəlmişdi. Xürrəmlər üsyanın genişlənməsinə baxaq. 819-cu ildə xəlifə Əl-Məmnun, yəni 813 və 833-cü illərdə hakimiyyət olmuş, Xürrəmlərə qarşı göndərdiyi ilk nizami ordu, yəni 819-da məğlubiyyətə uğradı. Və 9-cu əsrin 20-ci illərdə əvvəllərində Xürrəmlər Sünüki, Beyləqan, Bərdə və Qarabağ, hətta Arranı da azad etdilər. Lakin 2 il davam edən ciddi hazırlıqdan sonra Azərbaycana yeni ordu göndərildi və diqqətlə baxsaq, yəni 2 il sonra deyirsə, burada artıq deməli bu ərazilər 827-ci ildə azad olmuşdur və 829-cu ildə ərəblərlə Xürrəmlər arasında birinci Həşhadsər döyüşü baş verir. Bu döyüşdə ərəblərin məqsədi Bəz qalasını ələ keçirməkdir. Lakin Həşhadsər döyüşünün nəticəsində Babəkin hərbi bacarığı ilə 30 min ərəb məhv edildi və ərəblərin Bəz qalasını ələ keçirmək məqsədi baş tutmadı. Daha sonra, yəni bir il sonra 830-cu ildə baş vermiş Həmədan döyüşü nəticəsində Xürrəmlər qələbə qazanaraq Həmədan şəhərini azad etdilər. Həmədan tutulması ərəblərin vəziyyətini daha da ağırlaşdırdı. Daha sonra yenə Xəlifə Möhtəsim və onun tədbirlərinə baxacaq. Xəlifə Möhtəsim hakimiyyətə gələn kimi Xürrəmlərə qarşı tədbirləri görməyə başladı. Bizansla müharibəni dayandırıb bütün qüvvələrini Xürrəmlərə qarşı səfərbər etdi və orduda nizam möhkəmləndirildi. Xəlifə Muaviyə və onun müşaviri Əl-Cürhuminin söhbətindən baxaq. Həsən Allah, Azərbaycan haqqında əlaqəniz, təlaşınız nədir? Sual verir. Müşavir isə ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-birlə qarışmış və təkmilləşmişlər. İbn Hişamın əsərindən bu qeyd olunur. Daha sonra Xəlifə Məmnunun öz varisinə dediyi sözlər var burada. Məsələn, Xürrəmlərə qarşı ən fəal, qətiyyətli və dayanıqlı adamlarını göndər, onlara pul, silah, süvar və piyada ilə təchiz etdir. Əgər Xürrəmlərə qarşı mübarizə uzanarsa, onda onlar üzərinə bütün dostlar və köməkçilərlə birlikdə özün get.
Bundan sonra bu hadisələrdən sonra 833-cü ildə 2-ci Həmədan döyüşü baş verir. Babək tərəfləri 3 dəfə ağır və ciddi məğlubiyyətə uğrayırlar. Xəlifə qələbə qazanmaq üçün yeni tədbirlər həyata keçirilir. Bunun üçün də küllü miqdarda pul və hərbi qüvvələri xürrəmlərə qarşı yönəldir. 835-ci ildə Türk federasiyası Aşfin Heydər bin Çavusu xürrəmlərə qarşı vuruşan ərəb ordusuna komandan təyin edir. Müharibənin uzanması və Afşinin tədbirləri qüvvələr nisbətən ərəblərin xeyrinə dəyişir. Bundan sonra qorxuya düşən Babək müttəfiqləri ondan uzaqlaşır. Afşinin Babəklə döyüş başlamazdan əvvəl həyata keçirdiyi tədbirlər var. İqamətgahı Bərzəndə köçürüldü, orduda nizam-intizam yaratdı. Bərzəndlə Ərdəbil arasındakı yollar, qalalar bərpa etdirdi. Xürrəmi dəstələr arasında kəşfiyyat dəstələr göndərdi. Babəkin bəzi yaxın silahdaşını sui-qəsd yolu ilə aradan qaldırdı. Bu tədbirlərə baxmayaraq 836-cı ildə baş verən 2-ci Əşəsər döyüşündə Babəkin sərkərdələri kimi məharəti nəticəsində xürrəmlər parlaq qələbə qazandı. Düşmənin çoxlu canlı qüvvəsi məhv edildi, silah, sursat, ərzaq və pul ələ keçirildi. Bu Əşəsər döyüşü nəticələridir. Xürrəmlər hərəkatının süqutuna baxaqsa 837-ci ilin yayında Afşin qoşunları Bəz qalasını mühasirəyə aldılar. Afşin döyüşdə başlamazdan əvvəl Babəyə sülh təklif etdi. Buna da misal olaraq deyə bilərik ki, Afşin Babəkə sülh təklif etməkdə məqsədi Bizansa qarşı müharibədə ondan istifadə etmək idi. Lakin Babək bunu xəyanət kimi qiymətləndirərək sülh təklifini rədd etdi. Bundan sonra deməli burada bir haşiyə var. Babəklə oğul arasında gedən məsələdir. Bunu videonu dayandırıb özünüz baxarsınız, oxuyarsınız. Amma biz keçək əsas məsələyə. 837-ci tərəflər arasında Bəz qalası yaxınlığında döyüş baş verir. Bu azadlıq mübarizəsinin son döyüşü olur. Döyüş zamanı ərəblər manzanıqlardan, yəni qala dağdan, qurğulardan istifadə eləyir və Bəz qalasını ələ keçirdir. Nizam mülkün məlumatına görə Bəzin alınması zamanı 80 mindən çox xürrəmi məhv edilmişdir. Bəz qalasının süqutundan sonra Babək Azərbaycanın şimalına Arana gəldi. Babəkin Arana gəlməkdə məqsədi bunlar idi. Bizans imperatorunun yanına gedib qüvvələr toplamaq, ərəblərlə müharibəni davam etdirmişdi. Bu zaman Babək keçmiş müttəfiqi Alban knyazı Səhl ibn Sumbat tərəfindən ələ keçirilərək ərəblərə təhvil verildi. Babəki xilafətin o zamanki paytaxtı Samirə şəhərinə aparmazdan əvvəl Afşin Babəyə son arzusu olan Bəz qalasına vidalaşmasına icazə verdi və 838-ci ildə xəlifə Mütəssinin əmri ilə Babək edam edildi. Xürrəmlər hərəkatının məğlub olması səbəbləri var. Yerli feodallar dairələrinə xəyanəti, xilafətin xürrəmlərə qarşı ən qüdrətli sərkərdələrini cəlb etməsi idi. Burada Babəkin edamı haqqında da məlumatlar var. Yəni bunu da baxıb özünüz videonu dayandırıb baxıb yaza bilərsiniz və ya qeyd edə bilərsiniz. Biz indi keçək burada nələrə diqqət eləyək. Ən birinci Bəz qalasının harda yerləşdiyinə diqqət eləyək. Bəz qalası Araz çayından cənubda, belə deyək ki, elə bil biz Araz çayı bunu götürsək Araz çayı, Araz çayından biraz aşağıda yerləşən ərazi idi Bəz qalası. Yəni düşsə əgər testə diqqətlə baxın. Sonra biz nəyi deyə bilərik? Ümumiyyətlə xürrəmlər hərəkatının yayıldığı ərazilərə fikir versək, ümumi Azərbaycanı demək olar ki, əhatə eləyir. Yəni ümumi Azərbaycanı əhatə eləyən bir hərəkatdır. Məsələn, biz başqa nə deyə bilərik bunlar haqqında? Məsələn, bu Həmədan ərazisi bu hissələrdir. Buralarda döyüşlər baş verir. Daha sonra ümumi yəni Cənubi Azərbaycan və müəyyən müddət ərzində də bu ərazilərdə xürrəmlər hərəkatı yayılır və geniş fürsət alır. Dərs bu qədərdir, ərazi bu qədərdir. Əsas biz burada fikir edirik Bəz qalasına, Bəz qalası da işarətləndir. Bəli, Bəz qalasını bir də göstərimsə, bu ərazi Bəz qalasıdır və mərkəzi bura idi. Yəni burada hətta Bərzənd haqqında da verib. Bərzənd bu hissələr, məsələn, Afşinin təmir etdirdiyi ərazilər bu ərazilərdir. Sonra Bəzə gedən ərazilərdir. Bu hissələrdə Afşin yəni ordu yerləşdirmişdi və buradan xürrəmlər hərəkatını izləyirdi bu ərazilərdən. Yəni xəritə diqqətlə baxsaz özünüz də görüb öyrənə bilərsiniz. Oldu dərs bu qədərdir. Çox sağ olun.